Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə məchul icbar növü öyrənəcəyik. Məchul icbar nədir? Məchul icbar növ bərabərdir Azərbaycan dilindəki icbar növə. İcbar növ nə idi? İcbar növ bir hərəkəti özümüz etmirik, hərəkət başqası tərəfindən edilir. Məsələn, mən saçlarımı kəstirdim. Yəni burada başa düşülür ki, saçlarımı özüm yox, başqası kəsibdir. Və yaxud da ki, mən maşınımı düzəltdirdim. Burada maşınımı mən yox, başqası düzəldibdir. Yəni məchul icbar bərabərdir Azərbaycan dilindəki icbar növə. Yəni bu nə deməkdir? Məchul icbar növdə ingilis dilində də hərəkət özümüz tərəfindən edilmir, hərəkət başqası tərəfindən yerinə yetirilir. Düstur nədir? Have üstə gəlinsin obyekt, üstə gəlinsin participle to və yaxud da ki, get üstə gəlinsin obyekt, üstə gəlinsin participle to düsturundan istifadə edirik. Bunu qısa formada have something done və ya get something done formasında da yadımızda saxlaya bilərik. Məsəl üçün have və ya get, daha sonra something, yəni obyektimiz, daha sonra isə done, yəni participle to'yumuz işlənibdir. Məsələn, he has his car repaired. O, maşınını bərpa etdirdi, yəni düzəltdirdi. Maşını düzəldən kimdir? Özüdür? Xeyr. Hərəkət özü tərəfindən icra edilmir, hərəkət başqası tərəfindən icra edilir. Burada fikir verirsinizsə ki, has yazmışam. Axı düsturda have idi, mən niyə has yazmışam? Səbəb odur ki, bunun birinci tərəfi, yəni düsturun birinci tərəfi hansı idi? Have və get düsturumuzun birinci tərəfi sayılır. Düsturun birinci tərəfi şəxsə və zamana görə dəyişə bilir. Yəni have-i şəxsə görə dəyişib həz etmək, zamana görə dəyişib həd etmək mümkündür. Eləcə də get-i zamana və şəxsə görə dəyişib gets etmək və yaxud da ki, got etmək mümkündür. Yəni birinci tərəf şəxsə və zamana görə dəyişir. Amma ikinci hissələr şəxsə və zamana görə dəyişə bilməz. Yəni mən obyektə heç cür dəyişə bilmərəm, olduğu kimi saxlamalıyam. Eləcə də participle to-yu artıq dəyişə bilmərəm. Yəni participle to nə idi? Feilin sonuna ya ed artırırıq, ya da ki, həmin feilləri kökündən dəyişib üçüncü sütuna uyğun yazırıq. Hansı feilləri kökündən dəyişirik? Əlbəttə ki, qaydasız feilləri kökündən dəyişirik. Qaydaların sonuna isə ed artırırıq. Deməli, təkrar deyirəm, məchul icbar nədir? Məchul icbarda hərəkət bizim tərəfimizdən yox, başqası tərəfindən icra edilir. Düzəltməyimiz üçün düsturumuz nə idi? Have something done və yaxud da get something done. Üçüncü tərəf mütləq participle to formasında olmalıdır. Participle to-yu da digər dərslərimizdə izah etmişəm. Participle to keçmiş zaman feili sifət formasıdır. Bunu da düzəltmək üçün ya sonuna ed artırmaq lazımdır, ya da ki, feilləri kökündən dəyişmək lazımdır. Bayaq dedim ki, birinci tərəf zamanlar üzrə dəyişir. Yəni, bildiyimiz bir şeylərdir, təkrar izah edim. Zamanlar üzrə dəyişəndə, have-i məsəl üçün zamanlar üzrə dəyişsək, indiki qeyri-müəyyən zamanda have və ya has olur. Əlbəttə ki, üçüncü şəxsin təkləri ilə has, qalan bütün şəxslərlə have istifadə etmək lazımdır. Hansı ki, mən yuxarıda yazmışam, he has yazmışam. Burada he have yazmaq əlbəttə ki, mümkün deyil. Keçmiş qeyri-müəyyən zamanda had olur, gələcək qeyri-müəyyən zamanda will have olur bütün şəxslərlə. İndiki davam edici zamanda am having, is having, are having formasında, keçmiş davam edici zaman formasında isə was having, were having formasında istifadə edilir və şəxsə zamana görə dəyişir. Bitmiş zamanda isə have had, has had və had formasında istifadə edilməlidir. Əlbəttə ki, bunlardan bir əsas, digəri isə köməkçi feildir. Birinci gələn have köməkçi feildir, eləcə də birinci gələn has köməkçidir, eləcə də birinci gələn had köməkçidir. Amma ikinci gələn hadlərin hamısı əsas feillərdir, hansı ki, participle to formasında istifadə edilibdir. Yenə get də zamanlar üzrə dəyişir. Məsələn, indiki qeyri-müəyyən zaman formasında get və ya gets, keçmiş qeyri-müəyyən zamanda got, gələcək qeyri-müəyyən zamanda will get, indiki davam edici zamanda am getting, is getting, are getting, getting də deyə bilərsiniz. Tələffüzün fərqi yoxdur. Burada önəmli olan qaydanı anlamaqdır. Modal feillərdə necə olacaq? Birinci modal feillərin özü gəlir, daha sonra have istifadə edilir. Fikir verirsinizsə, mən bura can have və could have yazmışam. Yəni, have-i dəyişməmişəm. Hamısında have. Nəyə görə belə olubdur? Əgər modal feillərdən istifadə ediriksə,
Artıq burada həvi dəyişməyə ehtiyac yoxdur. Modal feillərin özü onsuz da zamanlara görə dəyişə bilir. Məsələn, could-da keçmiş zamanda elə deyil, indiki zaman deyəndə can deyəcəyik, keçmiş zaman deyəndə could deyəcəyik. Artıq feili götürüb dəyişməyə ehtiyac yoxdur. Yeganə hal modal feillərlə işlənmə halıdır ki, have neyləmir? Zamanlar üzrə dəyişmir. Həmişə olduğu kimi qalır. Zamanlar üzrə dəyişənlər modal feillər olur. Yenə birinci tərəfdə işlənən modal feillər zamanlar üzrə dəyişmiş olur. Yəni artıq burada can, have deyiriksə, can has deməyə ehtiyac yoxdur. Elə bütün şəxslərlə can have demək lazımdır. Eləcə də could had deməyə ehtiyac yoxdur. Could zaten keçmiş zamanda özü dəyişibdir. Bir də have dəyişmirik. Bir də ki, need modal feili var idi. Biz bilirik ki, need yalnızca modal feil deyil. Need həm modal feildir, həm də ki, əsas feildir. Necə fərqləndirəcək? Əgər needdən sonra to işlənibsə cümlədə, biləcəyik ki, burada need əsas feildir. Yox, əgər needdən sonra to işlənməyibsə, biləcəyik ki, burada need modal feil kimi işlənibdir. Bir də dim testlərində istifadə olunan bir sual tipi var. Choose the correct form of the verb. Yəni, feilin düzgün formasını seçin. Feillərin biz dedik ki, neçə forması var? 4 dənə forması var. Bunlar hansıları idi? Birincisi, məstər formasında olur. The infinitive. İkincisi, keçmiş qeyri-müəyyən zaman formasında olur. The past indefinite və keçmiş feil sifət formasında olur. Yəni past participle və indiki zaman feili sifət formasında, present participle formasında olur. Və hər biri görünüşdə bir-birindən fərqlənir. Məstər necə olurdu? To hissəcikli olurdu, to hissəciksiz olurdu. Feili sifətin sonunda ing olurdu, gerundun sonunda ing olurdu. Feili sifət 2-nin, yəni participle to-nun sonunda ed və yaxud da ki, 3-cü formaya uyğun dəyişmiş forması olurdu və s. Yəni feillərin müxtəlif formaları vardı. Biz testdə feillərin müxtəlif formalarını müəyyən ipucuları ilə tapırıq. Məsələn, əgər 3-cü qrup feillərindən hər hansı biri işlənibsə, want, ask, tell, advise, allow və s. işlənibsə, biz bunlardan sonra mütləq to hissəcikli məstər yazmaq məcburiyyətindəyik. To hissəcikli məstər deyirəm, çünki çox vaxt uşaqlar götürür, bunun sonu ing də yazır. Belə bir şey düzgün sayılmır. Yəni, bunlardan sonra mütləq to hissəcikli məstər olur. Yəni, todan sonra feilin sonuna başqa nəsə yazmağa ehtiyac yoxdur. Məsəl üçün, want him to go demək lazımdır. Yəni, want him going demək mümkün deyil. Want him to go istifadə etmək lazımdır. Bu formada istifadə etmək lazım. Todan sonra go, feil məstər formasında. Artıq buradakı qoyun sonu ing yazmaq mümkün deyil. Yaza bilmərik. Yalnızca to hissəcikli məstər gəlməlidir. Məstərin də sonuna əlbəttə ki, ing yazmaq olmur. İkincisi, birinci qrup feillərdir. Yəni, birinci qrup feillər hansıları idi? Let-lə make idi. Əlbəttə ki, bunların keçmiş zamanı let elə olduğu kimi qalır. Make isə made çevrilir. Yəni, birinci qrup feillərdən sonra to hissəciksiz məstər yazmaq lazımdır. Yəni, gördünüz ki, let istifadə olunubdur. Variantdan to-suz məstəri, make işlənibdir, to-suz məstəri seçmək lazımdır. Eləcə də ikinci qrup feillər var idi ki, mürəkkəb tamamlığın ikinci qrup feillərindən sonra ya to-suz seçmək lazımdır, ya da ing-li. Çox uşaq bunu da qarışdırır. Başa düşmür ki, to-suz seçim, ing-li seçim. Zaten variantda ya to-suz olan bir variant var, ya da ki, ing-li olan variant var. Yəni, ikisini də verməz, eyni anda istifadə eləməz. Ya feilin sonunda ing olmalıdır, əvvəlində heç nə olmaz, to olmaz. Sadəcə ing qəbul etmiş going kimi, watching kimi sözlər istifadə edilməlidir. Ya da ki, feil to hissəcikli olmalıdır. To hissəcikli olanda yenə sonunda ing olmaz. Biz keçən dərslərimizdə dedik, to ilə ing-in eyni sözü artırmırıq. Məsələn, belə bir C düşübdür, məsəl üçün testdə C feilindən istifadə edibdir. Bu zaman nə etmək lazımdır? Ya to-suz, ya da ing-li. Yəni, ya go yazmaq lazımdır, ya da going. Ya watch yazmaq lazımdır, ya da watching.
Elə feillər var idi ki, həmin feillərdən sonra ya ing, ya da ki to gəlir. Yəni eynidir, sadəcə bu feillər fərqlidir. Məsəl üçün love, hate, dislike əsasən hiss bildirən feillərdir ki, bunlardan sonra da ing də yazmaq olar, to da yazmaq olar. Yəni like feilini götürək. Like-dan sonra to hissəcikli məstərdə yaza bilərik ing-lində. Yenə deyirəm, ikisini birdən eyni testdə variant olaraq salmaz. Ya to olan variantı salacaq, ya da ki ing olan. Bir də bəzi feillər var idi ki, hansı ki mən bunları keçən dərsimizdə öyrətmişəm. Hansılar idi? Həmin feillər bir neçə qrupa bölmüşdü. Birinci qrup feillər idi ki, onlar deməli dayanma bildirir, dayanma mənasına gəlir, to stop, to delay, to postpone və s. İkinci qrup feillər isə davam etmək mənasına gəlir. Məsəl üçün to continue, to keep on və s. bu feillər və ya imagine, think about və s. Bu feillərdən sonra gerund, yəni ing qəbul etmiş feil yazmaq lazımdır. Məsəl üçün enjoy işlənibdir, enjoy watching deyəcəyik. Yəni gerundu istifadə edəcəyik. Daha sonra əgər yiyəlik hal və ya yiyəlik əvəzliyi gəlibsə, yiyəlik əvəzlikləri hansılar idi? My, your, his, her və s. Bunlar yiyəlik əvəzliklərdir. Yiyəlik halda apostrof estidə bilirik. Yiyəlik hal və ya yiyəlik əvəzliyi gələndə gerund yazmaq lazımdır. Məsələn, his yiyəlik əvəzliyidir. Demək ki, nə istifadə etmək lazımdır? Gerund, yəni ing qəbul etmiş feil. Deməli, when və while-dan sonra da participle one yazırıq. Participle one feili sifət idi. İndiki zaman feili sifət. Bunun da sonunda ing olur. Fərqlərini də ötən dərsimizdə izah etmişəm. When, while gələndə feilin sonuna mütləq nə yazmaq lazımdır? Ing. Məsəl üçün, while to learn demək olmaz. While learn demək olmaz. While learning demək lazımdır. Yəni sonuna ing istifadə etmək lazımdır. Bir də ikinci qrup feilləri təkrar yazmışam. Mürəkkəb tamamlığın ikinci qrup feillərindən sonra participle one istifadə edilə bilir. Yəni ing qəbul etmiş, see, hear, observe, notice-dən sonra ing qəbul etmiş feil yazmaq lazımdır. Bəs gerund, participle one, participle two necə fərqlənir? Yəni ötən dərslərimizdə izah etmişəm. Gerund bərabərdir feil üstə gəlsin ing-yə, məsələn helping kimi. Participle one yenə bərabərdir feil üstə gəlsin ing-yə, yenə helping kimi. Bəs bu da helping, bu da helping. Bəli, işlənmə yerinə görə helping həm gerund kimi işlənə bilir, həm də ki, feili sifət kimi də işlənə bilir. Magmaq kimi tərcümə ediriksə, demək ki, burada gerunddur. Yox, əgər an, ən, arkan, ərkən kimi tərcümə ediriksə, demək ki, burada participle one-dır. Participle to nədir? Keçmiş zamanın feili sifət formasıdır. Bunu da düzəltmək üçün feilləri bayaq dedim, iki qrupa bölürük. Qaydalı feillər, qaydasız feillər. Qaydalıların sonuna ed artırırıq, qaydasızları isə kökündən dəyişib üçüncü formaya salırıq. Sifət gələndə nə etmək lazımdır? Əgər sifət işlənibsə, sifətdən sonra to hissəcikli məstər yazmaq lazımdır. Məsəl üçün, it is difficult işlənibdir. Məsələn, to believe verilməyib burada. Belə təsəvvür edin ki, bu söz burada yoxdur. It is difficult gəlibdir. Difficult sifətdir. Demək ki, nə seçmək lazımdır? To hissəcikli məstər. Yəni, to üstə gələnsin feilin özü. Yəni, artıq feilin sonuna heç nə yazmaq olmaz. Əgər mən it is difficult to believe yazsam, bu tamamən səhv olacaqdır. Bu feilin sonuna heç nə yaza bilmərəm. Və ya to silsəm yenə səhv olacaqdır. It is difficult to believe demək mümkün deyil. İstifadə etmək də mümkün deyil. Burada mütləq to-dan istifadə etmək lazımdır. Yəni, gördük ki, testdə sifət işlənibdir. Sifətdən sonra variant olaraq nə seçmək lazımdır? To hissəcikli məstər seçmək lazımdır. Eyni ilə də sözünü işlənəndə keçən dərslərimizdə dedim, gerund yazmaq lazımdır. Əlbəttə ki, sözünlər çoxdur. Mən bəzilərini yazmışam. In, on, at, for və s. Bunlar sözünlərdir. Sözünlərdən də sonra mütləq gerund işlədirik. Yəni, ing qəbul etmiş feil. Məsəl üçün, siz testdəsiniz, fond of gəlibdir və bilmirsiniz ki, nə yazmaq lazımdır. Tez burada of-u görürsünüz. Of nədir? Sözünüdür. Əlbəttə ki, ing qəbul etmiş feili variantdan seçsəniz, həmin cavab düz olacaqdır. Yenə deyirəm, ing deyəndə həqiqətən də ing-ni nəzərdə tuturam. Yəni, götürüb də watching-in qabağına to yazmağa heç bir ehtiyac yoxdur. Belə bir şey olmaz. Sadəcə ing yazmaq lazımdır.
Bir də bayaq dərsimizdə dedim, məhsulun icbari növü have, get, yəni have something done və ya get something done. Əgər testdə have, get, ortada obyekt işlənibsə, demək ki, feilin participle to formasını, yəni ya ed qəbul etmiş, ya da ki, kökündən dəyişib üçüncü formaya düşmüş formasını yazmaq lazımdır. Bir də ki, yenə bunu da digər dərslərimizdə dedik, əgər by işlənibsə, buna diqqət edirik. Əgər birinci boşluqdan sonra by gəlibsə, participle to yazırıq. Yox, əgər birinci by, sonra boşluq gəlibsə, demək ki, gerund yazmaq lazımdır. Bir də ingilis dilində used to ifadəsinə diqqət edirik. Used to nəyi göstərir? Used to keçmişdə müəyyən bir vaxtda bizim alışqanlığımız halında olan, lakin artıq bizim vərdişimiz olmayan hərəkəti göstərir. Yəni qısası used to keçmiş vərdişləri göstərir. Məsələn, he used to wake up at 8 o'clock. O saat 8-də yuxudan oyanardı. Yəni bu onun keçmiş köhnə vərdişi idi. Deməli, used to da bizə nə önəmlidir? Used to-nun sonunda mütləq bu d işlənməlidir və daha sonra üstünə to gəlməlidir. Yəni used-dan sonra mütləq to istifadə edilməlidir. Lakin to-dan sonra gələn feil məstər formasında olmalıdır. Yəni wake-in sonuna s yazım, wake-in sonuna ing yazım, wake-i dəyişim, woke eləyim. Belə bir şeylər mümkün deyil. Used gəlibsə, daha sonra to hissəcikli məstər, yəni feilin sonuna heç nə artırılmadan məstər formasında yazsaq düzgün olacaqdır. Bir də ki, used to-nun sualını, inkarını didlə düzəldirik. Əgər diddən istifadə edilirsə, used to-nun sonundakı d hərfi düşür. Bura diqqət etsək, yazmışam didn't used to, yəni yuxarıda used to-ydu, d hərfi ilə yazılmışdı. Əgər didn't-dan istifadə edirəmsə, use'un sonundakı d hərfini mütləq silmək lazımdır. Yenə daha sonrası isə yenə to hissəcikli məstər olmalıdır. Məsələn, he didn't used to wake up. Yenə burada didn't-dan istifadə edildi. Use'un sonundakı d hərfini sildi. Əgər yazılsa səhv olacaq. Yəni həm didn't-dan istifadə etsək, həm də ki use'un sonuna d hərfini yazıb istifadə eləsək, bu səhv sayılacaq. Əgər didn't-dan istifadə ediriksə, feil məstərə qayıdır. Yəni sonundakı d hərfi silinir. Daha sonra özündən sonra to hissəcikli məstər gəlir. Yenə diqqət edin, feilin sonuna s, ing yazmayın. Sadəcə olaraq to hissəcikli məstəri yazın, düzgün olsun. Sağ olun, hələlik.